Görünüşünə görə ağciyəri xatırladan qozun iç pərdəsi ağciyərin müalicəsində çox təsirli vasitədir. Qoz pərdəsi yuxarı tənəffüs yolları xəstəliklərinə qarşı da çox təsirlidir. Xüsusən də öskürəyi dərhal aradan qaldırmaq gücünə malikdir. Bəlğəmli öskürək üçün bir çox çarələr və ya dərmanlar vardır. Yüksək effektli və asanlıqla əldə edilə bilən birinci bəlğəm təmizləyicidir. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Qoz pərdəsini qaynadıb içməklə siqaret çəkən insanlar da siqaretin ağciyərə vurduğu zərərin qarşısını ala bilərlər. Qoz pərdəsi astma xəstəliyində də faydalıdır. Bu pərdədən hazırlanmış çay beyinə müsbət təsirləri, xüsusilə yaddaşı gücləndirmək üçün istifadə edilir. Eyni zamanda tərkibində olan omega-6 vitaminləri və digər faydalı mineral, yağ yandıran maddələr aktiv hala gəlir və faydalı xolesterol ilə damar sağlamlığını qoruyur. Pis xolesterolu olanlarda qoz pərdəsi çayı istifadə edib fərqi görə bilərlər. Ürək-damar xəstəlikləri üçün faydalı olan bu çay xolesterinin idarə olunmasına kömək edir. Qanın təmizlənməsində təsirli bir məhsul olan qoz pərdəsi qan azlığına qarşı da istifadə olunur. Qoz pərdəsi xüsusilə immuniteti gücləndirən xüsusiyyətləri ilə tanınır. Bundan əlavə bədənin bir çox hissəsinə təsir edir. Toksin atma xüsusiyyəti də olan bu çay ödemi aradan qaldırmaqda da olduqca təsirlidir. Əgər arıqlamağınız üçün pəhrizlərdə sizə kömək etmirsə, qoz pərdəsi sizə kömək edə bilər. Prostat xərçəngi, qalın bağırsaq və döş xərçəngindən qorunmağınızı təmin edir. Qoz pərdəsindən hazırlanan çay menstruasiya zamanı rahatlamağa kömək edir. Soyuq dəymə və qrip kimi xəstəliklərin sağalma prosesini də tezləşdirir. Bu çay ağız qoxusunu aradan qaldırmaqda da təsirlidir. Daimi istifadəsi ilə saçları qidalandıraraq saç tökülməsinin qarşısını alır. Bir az ilıq çayla yuyulduqda saçları gücləndirməyə kömək edir. Hazırlanma qaydası belədir. 5-6 ədəd qozun iç pərdəsi 1. İstəkan qaynar suda 5 dəqiqə dəmlənir. İstəsəniz biraz artıq atıb dəm çaynikində dəmləyə bilərsiniz və sonra otaq temperaturunda soyudulub içilir. Bu qarışımı dərman içmək istəməyən uşaqlarınıza asanlıqla içirə bilərsiniz. Əgər dadı xoşlarına gəlmirsə, balla dadlandıra bilərsiniz. Bitki çaylarının çox faydalı olduğu bilinsə də, davamlı həddindən artıq istifadəsi zərərli ola bilər. Xüsusilə hamilə olanlar həddindən artıq istehlakdan uzaq durmalı və həkimləri ilə məsləhətləşərək istehlak etməlidirlər. Eyni zamanda bədənə allergik reaksiya vermə ehtimalına qarşı diqqətli olmalıdırlar. Bundan başqa təzyiq xəstələrinin ürək-mədə problemi olan insanlara mənfi təsir göstərə bilər. Bəs siz qoz pərdəsindən istifadə etmisinizmi? Nəticəsini görmüsünüzmü? Rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.